Günlərlə qalsa da bayatlamayan, ağız və əriyən çox dadlı şəkərbura reseptini sizlərlə bölüşəcəm. İlk olaraq unun üzərinə kərə yağını əlavə edib umac edirik. Daha sonra duz, şəkər tozu, şəkərli vanil və qabartma tozu, 25% xamma, yumurtanın yalnız sarısını və süd əlavə edib xəmirimizi yoğururuq. Hazır xəmiri 30 dəqiqə soyuducuda gözlədirik. İçlik üçün lazım olan inqridiyentləri videonun alt qismində qeyd edəcəm. Daha sonra xəmiri 40 qram olmaqla kündələrə bölürük. Yayıb içliyini doldurub, kənarlarını büküb üzərinə naxış veririk. Bu reseptlə hazırlanan şəkərburalar çox gözəl, çox kövrək, ağız və əriyən, günlərlə qalsa da bayatlamır. %150 dərəcəli isidilmiş sobada altı həfif qızarana qədər bişiririk. Həqiqətən çox dadlı, çox ləzzətli alındı. Buyurun siz də hazırlayın. Hazırlayıb yeyən hər kəsə nuş olsun. Videonu bəyənib rəy yazmağı unutmayın.